Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Hər birinizi Allahın salamı ilə salamlayıram. Və Allaha dua edirəm ki, Allah subhanət hala bu məclislərimizə bərəkət versin və bizi bu məclislərdən faydalanıb və öyrəndiklərimizi əməl etməyə müvəffəq etsin. Və Rəbbimə şükür edirəm ki, Allah subhanət hala belə məclisləri təşkil etməkdə bizə yardımcı olur və bunlarda bizi sabit edir. Və bugün artıq 58-ci dərsimizdir bu mövzuda. Əxlaq haqqında hədislər və sonuncu dərsimizdir, kitabı qutarıq. 2 ildir, 2 ildən çoxdur artıq bu kitabı keçirik və əlhəmdülillah kitabı qutardıq, axırıncı dərsimizdir. Və bugünkü dərsimiz yenə də keçən dəfəki dərsimizin ardıdır. Biz keçən dəfə demişdik ki, dərsimizin mövzusu nə idi? Nəfsi təmizləmək üçün qaydalar. İnsan nəfsini təmizə çıxarmaq üçün qaydalar. Və bu qaydalara insan riayət eləyərsə, şeyx burada 10 qayda gətirir. Allahın izni ilə nəfsini təmizləyər və Allahın istədiyi, sevdiyi qullardan olar. Və keçən dəfə 4 qayda gətirmişdik. Onlardan birincisi dedi ki, tövhid idi. İnsan nəfsini tövhid ilə təmizləyir. Yəni, tövhidin əksi olan şirki nəfsindən, qəlbindən çıxarır. Və ikincisi dua idi. İnsan dua edir Rəbbinə çoxlu şəkildə nəfsini təmizləmək üçün, özünü islah eləmək üçün. Və üçüncüsü Quran-ı Kərim idi. Allahın kitabına sarılır, onu çox oxuyur, onu tədəbbür edir, mənalar haqqında fikirləşir və Quranın ondan tələb etdiyi insan olmağa çalışır, mömin olmağa çalışır. Öz nəfsinin yox, Quran-ı Kərimin ondan tələb etdiyi insana çevrilməyə çalışır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqı haqqında soruşulduqda, onun zövcələrindən olan möminlərin anası Ayşə radiyallahu anhə deyir ki, onun əxlaqı Quran-ı Kərim idi. Yəni Allah Rəsulü sallallahu aleyhi və səlləm Quran-ı Kərimlə əxlaqlanmışdı. Və dördüncü nəfsi təmizə çıxarmağın qaydası insanın Allah Rəsulunu nümunə götürməsi. Kimi? Allah Rəsulunu nümunə götürməsi. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmi kim təmizə çıxarıb? Kim onu tərifləyib? Allah. Allah özü birbaşa ona təskiyə verib ki, həqiqətən sən nə üzərindəsən? Gözəl, əzəmətli əxlaq üzərindəsən. Demədi əxlaq. Dedi, gözəl, əzəmətli. Yəni, sənin əxlaqın böyük bir əxlaqdır. Və biz də təbii ki, onun əxlaqını götürməliyik, onu oxşamalıyıq. Və bugün götürəcəyimiz növbəti qaydalar, 5-incisi şeyx buyurur ki, nəfsi təmizləməyin 5-ci qaydası insanın nəfsini birinci təmizləməsi. Neydən təmizləməsi, qardaş? Yəni, asiliklərdən, əxlaqsız hərəkətlərdən, günahlardan nəfsini boşaltması və sonra da onun yerinə nələri doldurması, itayətləri və Allaha yaxınlaşdıran əməlləri. Necə ki, Allah subhanət hala bu xüsusda buyurur ki, onların mallarından sədəqə götür ki, bununla onları günahlardan pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Burada fikir ver, ayrı nə gəldi? Birinci, tutahhiruhum. Yəni, onları günahlardan pak edib, pak edəsən birinci. Yəni, insan birinci günahları təmizləyir bədənindən, qəlbini o günahları silib, bütün günahlardan çəkinir. Və sonra da nə edir? Və tuzəkkihim. Və onları təmizə çıxarasan. Yəni, itaətlərlə, Allaha yaxınlaşdırmaqlarla. Və bu ayədə də gördünüz ki, birinci, nəfsin təmizlənməsi gəldi. Yəni, günahlardan silib çıxartmalısan günahları. Nəfsində nə varsa, onları paklaşdırmalısan və sanki o qabdır da,
Ora nə doldurmalısan? İtaətlər, xeyir əməllər. Və bununla da nəfs təmizlənir. Ona görə də şeyx buyurur ki, insanın birinci növbədə gərəkdir ki, günahlardan, itaətsizliklərdən, o murdar əməllərdən nəfsini təmizləsin. Çünki bu insanın qəlbindəki hidayəti, imanı örtən, söndürən bir əməldir. Günahlar nə edir? İnsanın qəlbini nə edir? Qaraldır. Biz bilirik ki, insan bir günah etdiyi zaman qəlbinə bir qara nöqtə düşür. İnsan tövbə etməyəndə, istiğfar etməyəndə o qəlbin qaraldır. Artıq qəlb qaralmış kasaya dönür. Heç bir şey fayda vermir ona, heç nə təsirlənmir. Allah qorusun, cəhənnəm aylarını oxuyur, təsirlənmir. Cənnət aylarını oxuyur, təsirlənmir. Allahın ona hədələrini oxuyur, təsirlənmir. Sanki qəlb daşdır və yaxud da ki, yəni ki, qəlb çox zəifdir. Ona görə də insan gərək qəlbini islah eləsin, qəlbini düzəltsin, qəlbindəki günahları təmizləsin. Ona görə də İbn Teymiyyə rəhməhullahın gözəl bir sözü var. İbn Teymiyyə rəhməhullah buyurur ki, yəni deyir ki, insan deyir, yəni ki, insanın deyir nəfsini təmizləməsi, yəni o təskiyə etməsi, yəni insanın daxili olaraq tərtəmiz olması, onu yaxşılaşdırması, onu salih əməllərlə düzəltməsi, nəfsini nə edir insana? İnsana bərəkət gətirir, xeyir gətirir. İnsanın xeyri artır, bərəkəti artır. Lakin deyir bu, yəni bu birbaşa baş vermir. İnsan birinci o içindəki o pislikləri, günahları, zərərləri, o pis xasiyyətləri çıxartmalıdır. Sonra o şeylərlə qəlbini doldurmalıdır. Çünki qəlbdə kin qalırsa, nəyə mane olur o? Nəyə mane olur? Mərhəmətə. Deməli, bir insan mərhəmət sahibi deyilsə, deməli, o qəlbində kin küdurət var. Və insanda təkəbbürlük qalırsa, təvazökar ola bilmir. Fikir verin. Yəni, onun yerini səndə deməli nəsə var. Sən təvazökar deyilsən, deməli, burada təkəbbürlük var. Ola bilmirsən təvazökar. Və yaxud da sən mərhəmətli deyilsənsə, deməli, burada nə var? Kin küdurət var. Və yaxud da insanın günaha sevgisi varsa qəlbində, Allah qorusun, günahdan həzz alırsa, heç vaxt nəyə dada bilmir? İtaətin şirinliğini dada bilmir. Ona görə də sən onu əvəz eləməlisən. Yəni, günahlarla itaəti əvəz eləməlisən ki, o qəlb islah olsun. Nəfs təmizlənsin. Aydındır? Və İbn Teymiyyə gözəl bir misaldır. İbn Teymiyyə deyir ki, yəni, təskiyə, yəni insanın nəfsinin təmizlənməsi, bu nə ilə baş verir? İnsanda bərəkətin, xeyrin artması. İnsan görsən ki, bərəkətin xeyri artır. İnsan ged-ged qabağa gedir. Bu insanın nəyin göstərir? Nəfsinin təmizlənməsin. Amma bir də görsən ki, insan dala gedir. İbadətdə də dala gedir. Baxsan ki, qardaşdır, başlayıb ibadətdə, neçə illər keçir, insan dala gedir və yaxud yerində gəzir. Bu nəyə göstərir? O insanın nəfsində problem var. Qəlbində problem var. Əvəz eləyə bilmir. Düzəldə bilmir nəfsin. Ona görə bunlar çox önəmli məsələlər. Bunlara diqqət etmək lazımdır. Ona görə Şeyx Səd rəhməhullah bu ayənin təfsirində buyurur ki, Bəlilləhu yüzəkki mən yəşə. Yəni, əksinədir, Allahdır istədiyini nə edir? Təskiyə edir, təmizə çıxarır. Və bu da nə ilə olur? Allaha iman etməklə və salih əməl etməklə. Və həmçinin də insanın o pis əxlaqlardan çəkinməsi ilə və o gözəl itaətləri özünə tətbiq eləməsi ilə. Deməli, 5-ci qayda nə oldu? İnsanın nəfsini təmizləməsi. Pis şeylər oradan çıxartması və yerinə nələr doldurması, onların əksi olan şeyləri. Və dedik ki, məsələn, kin küdurət varsa, insan təvazökar ola bilmir. İnsan, deməli, təkəbbürlük varsa, təvazökar ola bilmir. Kin küdurət varsa, mərhəmətli ola bilmir. Aydındır? Yəni, səndə bu şey varsa, deməli, sənin qəlbində var problem. Düzəltməlisən. Və yaxud da, məsələn, insanda bir günah varsa, onun əksini dərhal çıxardıb, onun yerini doldurmalıdır. Bunlar çox önəmli məsələlərdir. Və 6-cı qayda insanın, deməli, təmizlənmədən uzaqlaşdıran, insanı fəzilətlərdən uzaqlaşdıran, insanı pis, murdar əməllərə yönəldən yolları bağlamaq. Nədir? O yollar ki, hansı ki, bilirsən ki, bu yola girəcəksən, o yol sənə aparacaq hara? Murdarlığa. Və yaxud da ki, hələ ki, əvvəli mübahdır, lakin ged-gedə, nə edəcək səni? Aparacaq çirkinliklərə.
Məsələn, bugünkü dövrümüzdə buna nə qədər istəsə misal çəkmək olar. Məsələn, insan bilir ki, sosial şəbəkə. Girəcək, düşəcək problemə. Ən azından vaxtını zay eləyəcək. Saatlarla vaxtı zay olacaq. Hansı ki, bu vaxtda 4 şeydən biridir ki, qiyamət günü insanın ayağı yerindən tərpənməyəcək ki, ondan soruşulacaq. Sən vaxtı harada zay eləmirsən? Vaxtı harada keçirmirsən? Girdin saatlarına. Halbuki onun yerinə bir səhifə Quran oxuya bilərdin. Allah zikr eləyə bilərdin. Boş-boş şeylərlə məşğulsan. Və yaxud da ondan da dəhşətli o sosial şəbəkələrdə sən qabağı kimlər çıxacaq, kimlərə baxacaqsan, hansı şeylər eşidəcəksən. Orada böhtanlar var, qeybətlər var, orada pozğun qadınlar var, başqa-başqa şeylər. Hansı ki, bu şeyləri sən bağlamalısan. Hətta o murdar şeylərə gəlib düşməyəsən. Bax, fikir verin. Görün, Allah Subhanahu taala, Peyğəmbər sallallahu əleyhi və səlləm necə gözəl bir hədisdə misal çəkir bizə. Deməli, deyir ki, Allah Rəsulu, Allah Subhanahu taala deyir, doğru yola bir misal çəkir. Nəyə misal çəkir? Bu hədisə diqqətli olun. Nəyə misal çəkir? Doğru yol. Doğru yol nə gedir bizdə? Sıratul müstaqim. Fatihə surəsini oxuyuruq da. Onun i'vəcəci yoxdur. Heç bir əgirliyi yoxdur. Düppədüz gedir. O sırat bu dünyada da var. Harada da var? Harada var bir də? Ahirətdə var. Bəli. Bu dünyada sıratın, diqqətli olun. Bu dünyada sıratın qarmaqları var. Var yoxdur, kim deyər? Nədir qarmaqlar bu dünyada? Bəli, bu dünyadakı sıratın qarmaqları günahlardır. O dünyadakı sıratın qarmaqları söz bilirsiniz nədir? Bu dünyadakı sıratın qarmaqları insanı hara aparır? Günaha. Günaha aparır insanı cəhənnəmə. O dünyadakı, ahirətdəki də sıratın qarmaqları tutur insanı, atır cəhənnəmə. Ona görə diqqətli olun. Hədisdə Peyğəmbər sallallahu həmin sıratı misal çəkir. Deyir ki, Allah doğru yol, yəni sıratla müstəqim misal çəkir. Yolun iki tərəfində divar var. Hər iki tərəfi divarlardır. Düppərdiz yoldur və divarlar var. Bütün divarlarda açıq qapılar var deyir. Nə var? Açıq qapılar var. Və açıq qapıların da ki, heç bir qapısı yoxdur. Üzərinə pərdələr sərilib. Qeyri-şəffaf, görsənməyən pərdələr sərilib. Və yolun qapısında deyir, bir bələdçi çağırır. Ey insanlar, hamınız doğru yola yönəlin, ondan dönməyin. O yolun qapısında bir nəfər çağırır. Fikir ver misala. Və deyir, kimsə o yoldan çıxıb o qapılardan, pərdələrdən birinə girmək istədikdə, yolun yuxarısından başqa bir bələdçi çağırır ki, vay olsun sənə, qəti o qapını açma. Çünki onu açsan, oraya girəcəksən. Deyir, bu yol İslamdır. Sonra açıqlayır. O divarlar isə Allahın qoyduğu hüdudlardır, yəni haramlar, həddir. Allah o İslamda hədlər qoyub, divarlar, keçmə. O qapılar da haramların qapılarıdır. Açılmış qapılar da haramlardır. Yolun başında duran bələdçi kimdir? Səni yola çağıran kimdir? Kim deyə? Allahın kitabı, Quran-ı Kərim, insanın insan olmasını öyrədən kitab. Deyir, girmə, gəl bu yolla. Yolun yuxarısında hansı gücə girmək istəyən yenə də o sənə deyir, vay olsun sənə girmə. O da deyir, hər bir müsəlmanın qəlbindəki bir nəsihətçidir. Vicdan, qəlbdəki təmiz hissə. Hətta bu hədisin təfsirlərində gəlir ki, o bir mələkdir, sənə ilham edir qəlbindəki, eləmə gedirsən. Görün necə gözəl misal çəkib. Ona görə də Hafiz İbn Rəcəb Əl-Həmbəli rəhməhullah, bax görün, dəhşətli misaldır ya. Deyir ki, görün nə misal çəkir. Deyir, dünyada doğru yoldan çıxan, o sıratın üzərində düz istiqamətdən uzaqlaşan kəs, o sıratın qırağındakı o qapılardan girən insanlar kimidir? Girirlər o qapılardan. Bu qapılardan istər nə ilə girirlər? İki dənə əsas insanı günaha salan nədir əsas? Kim deyər? Şəhvət, bir də kimdir? Nəfsin iki dənə əsas şeyi. Şəhvət, bir də şübhələr. Bax, insanları məhv eləyən bunlardır. Şəhvət və şübhə. Və deyir, sana ora salır. Və o qapılar sanki qarmaqlardır. Ona görə deyir ki, kim bu dünyada o qapılardan girəcəksə, çoxluq şəkildə, onun sayının miqdarı qədər də qarmaqlara ilişəcək qiyamət günü o sırat üstündə. Ona görə də sən qarmaqlara ilişmək istəmirsənsə qiyamət günü, bu dünyadakı qarmaqlara ilişmə. Açıq aydın, çox gözəl bir misaldır. Necə ki, başqa bir misalda İbn Qeym rəhməhullah deyir ki, sürəti bilmək istəyirsən sırat üstündə.
Bu dünyada İslamdakı sürətinə bax. Necə gedirsən? Namazda necəsən, orucda necəsən, zəkatda necəsən? Hansı sürünə gəlsənsə ibadətlərdə bil ki, sıratın üstündəki sürətin olacaq. Və İbn Rəcəbin də misal odur ki, sən bilmək istəyirsən ki, səni qarmağı yapışacaqsan yoxsa yox, bax günahları var. Nə qədər günaha yapışmısan? Allah qorusun, o qarmaqlardan birindən çıxan biləcəksən zaten. Dartıb aparacaq səni cəhənnəmə. Ona istəyirsən ki, qiyamət günü o sıratın üstündə rahat keçəsən, bu dünyanın qarmaqlarına yapışma. O haramlara düşmə. Ona görə də insana vacibdir ki, nəfsi təskiyə eləmək üçün neynəsin? Ağıllı insan, səbirli olsun və onu məhvə, zəlalətə aparan günahlara girməsin. Aydındır? Və bu da nəfsi təskiyə eləməyin, təmizləməyin neçənci qaydası oldu? 6-cı qaydası. Və 7-ci qaydası ən əsas qaydalardan biridir. İnsan neyi xatırlaması? Tez-tez. Ölümü, vallahi, bax bu. Vay o insanın halına ki, gün ərzində ölümü xatırlamır. Vay insanın halına ki, gün ərzində dərd-sər dünyadır. Evimi necə tikim, maşımın təkəri necə oldu? Vay o insanın halına. Vay insanın halına ki, ölümü gün ərzində bir dəfə olsa xatırlamır. O insan məhvə məhkumdur. Ölümü tez-tez xatırlamaq lazımdır. Allah Rəsulü nə deyir? Tez-tez xatırlayın, ləzzətləri parça-parça eləyən ölümü tez-tez, əksiru, tez-tez xatırlayın, çıxartmayın yadınızdan. Ona görə də bəzi insanlar qəbirstanlıqlara getmək istəmir. Ləzzət əmr olar qəbirstanlığa, ölmək istəmirlər axı. Elə bilirlər ki, yaşayacaqlar. Mal dövlətdə onu əbədi saxlayacaq. Ölümü xatırlamaq lazımdır. Vallahi biz meyitlər yer üzərində yaşayırıq. Saniyələrimiz, dəqiqələrimiz qalıb, saatlarımız qalıb. Saat əksini işləyir əleyhimizə. Çatır bir gün vaxt gələcək, baxmayacaqsan, nə işləyirsən, nə dükandasan, maşın sürsən, vaxtın gəlibsə getdin, sağlamsan, xəstəsən, yox. Baxma, o vaxtı var. Və ona görə Allah Subhanahu buyurur ki, ey iman gətirənlər, Allahdan qorxun. Bax, fikir verin, Allahdan qorxun və gör nə deyir. Hər kəs axirəti üçün nə etdiyinə baxsın. İman gətirən xitab sənədir. Yəni, nə hazırlamısan axirət üçün? Bax, dərdimiz bu olmalıdır. Demir ki, sabah üçün hazırlamısan, yeməyə hazırlamısan, içməyə hazırlamısan, evivə deyir, axirətin üçün hazırlamısan, bax ona. Ona görə Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, ləzzətləri parça-parça eləyən ölümü çox xatırlayın. Və ölüm də insanı bu dünyadan ayıran bir şeydir, əməldir. İnsanı əməl etməsi vaxtı ilə onun qarşılığını alma vaxtı arasında bir sərhəddir. Əməl etmə vaxtı aradır dünya, onun qarşılığını alma vaxtı aradır axirət. Onların arasında bir sərhəddir, bərzəx. Və o azqəni hazırlamaqla onun əvəzini görmək arasında fərqi müəyyən edən bir nöqtədir ölüm. Yəni, insan azqə yığır və sonra da onun bəhrəsini görəcək qiyamət günü. Bax, onun arasında olan bir şeydir. Ona görə də ölüm gəldikdə o günahlardan tövbə eləmək artıq dayanır. Artıq tövbə eləyə bilmərsən. Və xeyir əməlləri də artırmaq dayanır. Ona görə də Allah Subhanahu taala buyurur ki, günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman, yəni günahkar bir insandır, ona ölüm gəldiyi zaman nə deyir? Mən indi tövbə etdim. Deyir, o cürlə insanlara da kafir kimi ölənlərin tövbəsi qəbul deyilir. Biz belləri üçün deyir, ağrılı, acılı bir əzab hazırlamışıq. Yəni, artıq sənə ölüm gəlir, sən deyirsən, mən tövbə etdim, o sayılmır artıq. Çünki tövbə qapısı iki yerdə bağlıdır artıq. Yəni, bir ruh bura çatdığı zaman və bir də ki, günəş batdığı yerdən çıxdığı zaman insanın tövbəsi qəbul deyil. Və həmçində ölüm elə bir şeydir ki, vallahi hər kəsə gələcək. Heç kəs ondan qaça bilməyəcək. Allah Subhanahu taala buyurur ki: "Qul innal mautəllazi tafirrun minhu fa innehu mulaqikum." Ey peyğəmbər de, qorxub qaçdığınız ölüm sizi mütləq haqlayacaq. Və başqa bir ayədə olsun ki: "Eynəmə takunu yudrikkumul mautu velau kuntum fi burucin muşayyadah." Allah Subhanahu taala buyurur ki, deyir, harda olursunuzsa olun, hətta möhkəm, o əlçatmaz qalalarda olsanız belə, nə olacaq? Ölüm sizi haqlayacaq. Ona görə də insanın ölümü xatırlaması ona böyük fayda verir.
İnsanın ölümü xatırlaması insana nə verir? Qəflətdə olan qəlbləri oyadır. Ayılırsan, subhanallah, ölüm var, mən qəflətdəyim, yatmışam. Və həmçinin də ölü qəlbləri dirildir. Və insanın Rəbbinə yönəlməsinə səbəb olur. Və insanın Allahın itayətindən uzaqlaşmasının qarşısını alır. Ona görə də Səid ibn Cübeyr rəhməhullah deyir ki, əgər ölümün xatırlanması qəlbimdən ayrılarsa, qorxuram ki, qəlbim pozular. Yəni, insanın qəlbindən ölümün xatırlanması uzaqlaşırsa, onun qəlbində artıq fəsad başlayır. Ölüm xatırlanması uzaqlaşırsa, artıq qəlbə nə gəlir? Dünya sevgisi. Dünyanı sevmək. Və İbn Qeym rəhməhullah deyir ki, dünya elə bir düşməndir ki, sən onu sevirsən. Sən onu sevirsən. Elə bilsən ki, sanki ölməyəcək kimi yaşayırsan. Elə yaşayırsan ki, sanki ölməyəcəksən. Subhanallah, amma ölüm sənə gələcək, vallahi onda gec olacaq. Ona görə görün, bax, Sufyan ibn Uyeynə, gör nə gözəl misal çəkir. Baxın, yəni Allah üçün, baxın, gör ki, kim bunu eləyib ömründə bir dəfə? Sələflərə baxın, necə eləyiblər. Deyir ki, Sufyan ibn Uyeynə rəhməhullah deyir ki, nəfsimi deyir, özümü. Oturub fikirləşirəm deyir. Nəfsimi deyir, cənnətdə təsəvvür etdim. Orada olan meyvələrdən yirəm, çaylarından içirəm. Əvvəl, sonra nə edirəm? Yəni o gözəl huriləri də qucaqlayıram deyir. Birinci bunu fikirləşdim deyir. Sonra deyir, özümü cəhənnəmdə deyir, təsəvvür etdim deyir. Orada olan zəqqumdan yirəm, onun o irinli suyundan içirəm və o zəncirlərlə qandallanıram və əzab çəkirəm. Sonra özümə dedim, ey nəfsim, nə istəyirsən? Hansını istəyirsən? Seç. Və nəfsim dedi ki, dünyaya qayıtmağımı, nə üçün? Dünyaya qayıtmağımı və yaxşı əməl işləməyimi istəyirəm. Bunu kim arzulayacaq? Kim deyər? Bu sözləri kim deyəcək qiyamət günü? Hər bir günahkar. Kaş qaydaydım, yaxşı əməl eləyəydim. Və deyir, indi nəfsim də dedi ki, hansısa cənnət. Kaş ki qaydaydım və yaxşı əməl eləyəydim. Sonra deyir ki, mən də ona dedim ki, elə indi bu arzunun içindəsən. Artıq qayıtmısan. Əməl elə. Fikir ver. Ona görə insan, bax, belə nəfsini tərbiyə eləməlidir. Və növbəti nəfsi tərbiyələndirən 8-ci qayda, yaxşı insanlarla dostluq eləmək. Yaxşı insanlarla oturub dostluq eləmək, onlarla daim oturub durmaq. Yaxşı qardaşlarla. Bir günah elədiyin zaman sənin qabağına alan, sənə nəsihət eləyən, onun yanında günah eləməyə utanan, onun yanında qeybət eləməyə, nəmmamlıq eləməyə, söz gəzdirməyə və bir çox günahlar eləməyə utanan bir qardaş. Onun yanında bir itaat elədikdə sevinən, sənə yardım eləyən, səni yönəldən. Bax, belə adamlar tapmaq lazımdır. Vallahi onda nəfs təmizlənir. Onda nəfs düzəlir. Allah Subhanahu taala Kəhf surəsində buyurur ki, səhər və axşam çağı Rəbbinin rizasını və savabını diləyərək ona dua edənlərlə birlikdə özünü səbirlə apar. Fikir ver. Yəni o adamlarla otur və onlarla özünü səbirlə apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini onlardan çevirmə. Yəni dünyanı istəyib onlardan qaçma. Bu dəlildir ki, dünya insanı salih insanlardan uzaqlaşdırır. Çünki salih insanların fikri zikri dünya deyil. Sən onlarla oturduğun zaman dünyadan danışa bilməyəcəksən. Dünyanın bərbəzəyini onlara qoymaya. Onlar zaten onların fikri zikri ibadətdir. Və qəlbini bizi anmaqdan xəbərsiz etdiyimiz, fikir ver, qəlbini bizi yad etməkdən xəbərsiz etdiyimiz, yəni o adam ki, uzaqlaşdırıb Allah onu. Və nəfsinin istəklərinə uyan və işləri səmərsiz olan bir kimsə itaat etmə. Onlarla oturub durma. Çox əfsuslar olsun ki, bugün qardaşları məhv eləyən əsas əməllərdən biri bax budur. Mən hətta eşidirəm ki, qardaş var, geri oturur çayxanada, ana söyüşü belə söyürlər. Çox əfsuslar olsun. Çox biabırçıl vəziyyətdir. Qardaşlar, belə eləməyin, vallahi. Ölüm adama bir dəfə gəlir. Sonra insan peşman olacaq. Xeyirli insanlarla oturun durun. Zikir məclislərindən qaçmayın. Qardaşlarının yanında çalışın ki, lap otursaz da belə bir yerdə çay içməyə, çalışın bir hədis danışasınız, bir xeyirli şey, özünüzə aid olan məsələlərlə məşğul olun. O sizə vallahi fayda verəcək. Fayda verəcək və sizə yardım edəcək. Ona görə də Sə'd rəhməhullah bu ayənin təfsirində deyir ki, bu ayədə, həmin Kəhf surəsindəki ayədə nə var?
xeyirli insanlarla dostluq eləmək və nəfsi onlarla dostluq eləməkdə cihad eləmək nəfsdən ki, otublarla otur. Və onlara qaynayıb qarışmaqda, hətta onlar kasıb olsalar belə, bax, kasıb. Subhanallah. Yəni, İslam dini insanın zahirinə, puluna, malına görə qiymət vermir. İslam dini insana, onun təqvasına görə, Allah yanında insanın imanı, hörməti onun təqvasına görədir. Çünki deyir, onlarla oturub durmaqda böyük fayda var. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Ər-raculu alə dini xalilihi", kişi dostunun dinindədir. "Fəlyanzur əhadukum mən yuxalil", və sizdən biri baxsın kimlə dostluq eləyir. Dostluğunla oturub durduğun dostluğa bax, özü bil ki, kimsən. Sən fasiqlə, günahkarla oturub durursansa, bil ki, sən də onlardansan. Sən xeyirli insanlarla, insanlara fayda verən insanlarla oturub durursan, sən də bir xeyirli insansan. Ona görə də necə ola bilər ki, bir insanın dostu günahkar olsun, ikisindən biri bir-birinə təsir edəcək, mütləq. Ya sən o təsiri düzəltəcəksən, ya da o səni təsir edib, səni xarab edəcək. Necə ki, saf bir almanı, xarab bir almanın yanına qoyanda nə olur? Saf alma heç vaxt görməzsin ki, xarab almanı düzəltsin. Bu dünyanın həqiqətidir. Xarab alma nə edir? Başlayır saf almanı çürütməyə. Ona görə insan çalışmalıdır ki, yəni yaxşı insanlar oturub dursun. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yaxşı dostla pis dostun məsəli ətir satanla o kömür, o dəmirdə körük vuran insanın məsəlinə bənzəyir. Ətir satana gəlincə, ya o sənə bir ətir bağışlayar, ya da sən ondan bir ətir alarsan. Ya da ondan gözəl o iyi gəldiyini hiss eləyərsən. O körük vurana gəldikdirsə, o sənin paltarını yandırar, ya da onun pis iyi, yəni sənə hopar və sənə gələr. Yəni, yaxşı insanın misal, görün, gözəl misal çəkir. Yəni, yaxşı qardaşla, yaxşı ibadətlə oturub durduğun zaman, ondan ayrıldığın zaman nə olur? Sən imanın artır, sənə ləzzət eləyir. Gedirsən, itaətləri çoxaldırsan, günahlarından varsa günahlarından tövbə eləyirsən, o sənə öyrədir və istəyirsən yerdə onu oturub durasan. Amma pis insanla oturub durduğun zaman, o sənə ancaq günah öyrədir. Əksinə səni itaətlərdən yayındırır. Bugün görürsən ki, sübhü vaxtında qılırsan, sabah görürsən ki, artıq sübhə yatıb qalırsan. Bugün görürsən ki, dünənə kimi söyüş söymürdün, sabah görə söyüş söyürsən. Birinci söymürsən, onun söyüşünə səbr edirsən. Qısursan, heç demirsən. 2, 3, 4 axırda öyrəşirsən söyüşə. Qeyriyyət gedir, dini qeyriyyət gedir insanla. Sonra başlaysan sən də al söyüş söyməyə. Çünki adləşmişdir, onu söyürsən. Amma insan var, subhanallah. Yəni, qardaş var, onun yanına söyürsən. Deyir, nə edirsən sən? Allahdan qorx, diliyi düzəl, zikir elə, o sən düzəldirsən. Subhanallah, mən neynədim? Fikir ver, onun ətri hopdu sənə. Ona insan belə islah olur. Yaxşı insanlar oturub durduğu zaman. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələr dedilər ki, biz utandığımızdan onun üzünə baxa bilmirdik, deyir. Deyir, məndən sorsun ki, Allah razı necə idi, o vəsf eləyə bilməzdim, deyir. Utandığımızdan onun üzünə baxa bilmirdik, deyir. Çox heybətli idi, deyir. Heç kəsə intiqam almırdı nəfsinə görə, deyir. Amma, deyir, Allahın haqları pozulduğu zaman, deyir, dəhşət qəzəblənirdi. Siz neyirsiniz, deyir. Subhanallah, ona görə də Abdullah Məsudun gözəl o misalı var. Deyir ki, sizinlə, deyir, sahabələrlə, deyir, sizin arasındakı fərq nədir, deyir. Biz, deyir, günah elədiyimiz zaman sanki, deyir, başımıza dağ düşəcək, deyir, qorxuruq. Elə ki, dağın qabağında yanmışıq, dağı bir də aşırıcı başımıza. Amma siz, deyir, bir günah elədiyiniz zaman nə olur? Sanki bir milçəkdir, vurursuz gedir. Fərqinə varmırsınız o günahın. Görün kimə qarşı çıxırsınız? Aləmlərin Rəbbinə qarşı. Halbuki Allah subhanətə səni məhv eləyər. Və o günahın cəzası var. Hətta alimlərdən, sələflərdən biri deyir ki, bir günah elədim, deyir. Bilərəkdən qıza baxdım, deyir. Bilərəkdən qıza baxdım, deyir. Və sələflərdən birinə deyir ki, mütləq onun cəzasını çəkəcəksən. 40 ildən sonra, deyir, Quranı unutdum, deyir. 40 ildən sonra Quran-ı Kərim yadımdan çıxdı, deyir. Və bildim ki, o günahıma görədir, deyir. Görün, nə qədər günahlar eləyirik biz. Fərqinə varmırıq. Ona görə günahların böyük təsirləri var. Hətta alimlərdən biri deyir ki, zövcəmdə və miniyimdə də hiss edirdim onu. Zövcəm itaat eləmirdi mənə və miniyim sözümə baxmırdı, deyir. Həmin günah elədiyim zaman. Ona görə bərəkət götürür. İnsan həyatından bərəkət götürülür. Biz nə gözləyirik? Yəni günah elədiyimiz zaman kimsə gəlib bizi yumruqla vursun. Və yaxud da başımıza daş tökürsün. Yox. Bərəkət gedir. Hidayətindən gedir. İnsan dala gedir. Namazlarındakı ləzzəti itirir, şirinliyi itirir. Allahla dostluğundakı əlaqəsi kəsilir. Bundan böyük bəla var. Bundan böyük bəla yoxdur. Yəni insan gecə namazlarını qalxa bilmir. İnsan duhanı qıla bilmir. Bundan böyük bəla var? Yoxdur.
Ona görə insanın itayətlərindəki zəifliyi onun neyindəndir, qardaşlar? Günahlarından, etdiyi asiliklərindən. Ona görə gecə namaz haqqında nə gəlib? Neydi müminin? Neydi? Şərəfi. Yəni bir müminin şərəfi onun gecə namazıdır. Yəni bir mümin gecə namazına qalxa bilmirsə nə olur? Deməli o Allah Subhanahu istəmir ki, ona təklikdə görüşsün. Bu çox təhlükəli məsələdir. Ona görə də insan gərək bu şeylərə diqqət eləsin. Oturub durduğu dostuna baxsın ki, mən kiminə oturub dururam? Mən bununla qiyamət günü həşr olunsam, bu adamın yanında olsam, nə fayda verəcək mənə? Bu adam məni hara dartıb aparır? Furqan surəsində Allah Subhanahu nə deyir həmin insan üçün? Deyir ki, o deyəcək, kaş ki deyir, filan kəsə özümə dost tutmayaydım. O məni hardan yayındırdı? Allah'ı zikr etməkdən. Əlin yiyəcək deyir. Bir dirsəyə qədər əlin yiyəcək deyir insan peşmançılığından deyir. Fikir verin, Quran-ı Kərim xəstəliklər, elə xəstəlik, o kök xəstəlikləri müalicə eləyir. Bütün xəstəliklərə misal çəkmir. Kök xəstəliklərdən biri nədir? İnsanın dostlarla, yaxşı dostlarla oturub durmaması. Onu insan gərək Allah'tan qorxsun. Və 9-cu qayda insanın özünü bəyənməkdən və təkəbbürlükdən qaçması. Yəni bu çox dəhşətli məsələdir. Bir insan özünü bəyənirsə, baxın qardaşlar, bir insanda özünü bəyənmə varsa, bir insanda təkəbbürlük varsa, o insan başqalarına məşğul olur. Ancaq başqalarının evlərindən danışır. Filan kəs filan haldadır, filan kəs filan özünü görmür. Çünki özünü nə görür? İslah olan. Sanki özünü təmizə sarır. Lakin sələflərin işi gücü nə olub həmişə? Özlərini günahkar görməkləri. Özlərini asi görməkləri. Qorxublar həmişə. Neysə tərifləməkdən qorxublar. Hansısa bir əməllərin üzə çıxmasından qorxublar. Ona görə Allah Subhanahu deyir ki, qadağan eləyir. Fələ tuzakku enfusakum. Özünüzü təmizə çıxarmayın. Huve a'lemu bimen ittaqa. O bilir ki, kim Allah'tan qorxur. Ona görə özünü bəyənmək neyle olur? Yəni Allah Taala insanın özünü təmizə çıxartmasını, özünü salih göstərməsini, özünü tərifləməsini qadağan eləyir. Çünki deyir təqvanın yeri aradı qardaşlar, qəlb. Yəni Allah 3 dəfə bura göstər. Qəlb. Və Allah Subhanahu taala bilir ki, kimin qəlbində nə var. Vallahi insan oradan qorxmalıdır. Orada nə var? Oradan qorxmalı. Çünki o gün o çıxacaq üzə. Belə biz birimizi bilmirik ki, kimin qəlbində gizlənib. Amma o gün Allah oradakini çıxardacaq, qoyacaq qabağına. Deyir, sən busan. Və ona görə də insanın özünü tərifləməsi səbəb olur insanın özünü bəyənməsinə. Və artıq insan özünü bəyəndiyi zaman fikirləşir ki, mənim Allah yanında nəsə məqamım var. Artıq mən cənnəti qazanmışam. Və mənim yanımdakilərin günahkardırlar. Onlar mən oturdurmağa layiq deyirlər. O namaz qılmır, mən namaz qılıram. Oruç tutmur, mən oruç tuturam. Başlayır onlara pis baxmağa. Onları bataqlıqdan dartıb çıxartmaqdan onları pis adlarla adlandırır. Və bu səbəb olur riyaya və əməlləri batil eləmək. Hamısı bir-birinə bağlı olan şeylərdir. Ona görə də mömin əksinə salih əməllər görür, haramlardan çəkinir və özünü daimənə görür amma təqsirkar. Ona İbn Qeym Rəhməllah deyir ki, sənin gecə namazı qılıb, özü səhər rahat gəzməyin, sanki mən gecə namazı qılmışam. Deyir, o daha pisdir, nəinki gecə yatıb qalmaq ondan. Yatıb qalmaq ondan da daha yaxşıdır. Və özünü müqəssir görməyindən. İnsan daimi özünü müqəssir görməlidir. Öz nəfsini zalim görməlidir. Və deməlidir ki, bunların hamısı mənə məhvəq eləyən kimi də Allah Subhanahu taaladır. Allah istəməsəydi mən bu cür olmazdım. Və o fasiqlər üçün, o günahkarlar üçün ağlamalıdır. Onlar üçün baxıb Allah'tan hidayət istəməlidir. Baxın, subhanallah. Yəni bu ümmətin ən xeyirli insanlarından ikincisi kim olub? Abu Bakır. Görün Allah Resulü sallallahu əleyhi və səlləm o nə dua elədir. Halbuki Peyğəmbər sallallahu deyir ki, yəni ümmətimin imanı bir tərəzinin bir gözünə, Abu Bakırın imanı bir gözünə qoyulsa, Abu Bakırda olan iman ümmətimin imanına üstün gələcək. İndi Allah Resulü sallallahu əleyhi və səlləm o tərifləyib. Düzdür? Görün amma ona nə dua edir. Deyir ki, get namazlarında bu duanı çoxalt. Kimə deyib bunu? Abu Bakıra. Ən xeyirli insana, Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra olan ən xeyirli insana get bu duanı çoxalt. Denən ki, Allahumma inni zalamtu nəfsi.
Allahım, mən nəfsimə zülm etdim. Zulmən kəsiran. Elə bir zülm ki, çoxlu bir zülm. Və la yaghfiru zunubə illə əntə. Səndən başqa günahları bağışlayan yoxdur. Fəğfirli, məni bağışla. Məğfiratan min indik. Yanından olan bir məğfirətlə məni bağışla. Vərhamni, məni rəhm elə. İnnəkə əntəl qafurur rahim. Həqiqətən sən qafursan, yəni bağışlayansan, rəhimlisən. Əgər Əbu Bakra bu duanı öyrədirsə ki, get nəfsimin zülmündən Allahdan bağışlanma istə. Görün, Əbu Bakrdan aşağı hamımız, qat-qat aşağı olanların halı necədir? O cənnətlə müjdələnmişdi sağlığında. Peyğəmbər sallallahu aleyhi ve sellem onu daha nələrlə müjdələməmişdi. Amma gör, nə dua öyrətdi ona. Get dedi ki, nəfsimə çoxlu zülm eləyirəm ya Rabbi, məni bağışla. Əbu Bakr deyə bilərdi ki, ey Allah Rasulü, mən özümə nə zülm eləyirəm ki, mən cənnət əhliyəm, siddiqəm, sağlığımda cənnətlə müjdələnmiş bir insanam. Mən bu duanın nə ehtiyac var ki eləyim? Hə? Nə ehtiyac var ki? Mən nəfsimə nə zülm eləyirəm ki? Əbu Bakr bunu ömrünün axırına kim elədi? Gedib yalvardı Allaha bu duana. Gör, biz nə eləməliyik? Biz yalvarmalıyıq Allaha. Biz Allahdan istəməliyik ki, nəfsimizi təmizləsin. Nəfsimizi günahlardan təmizləsin. Yoxsa vay olacaq halımıza. Və Ayşə radiyallahu anhə bu ayəni oxuyur. Müminin surəsinin 60-cı ayəsindəki وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ Rəbbinə qayıdacaqlar deyə o yerinə yetirdikləri namazı, zəkatı, həcci, sədaqə, o digər ibadətləri yəni qorxa yerinə yetirirlər. Fikir ver. Qorxurlar ki, Rəblərinə qayıdacaqlar, amma ibadətlərini eləyirlər. Ayşə anamız soruşur ki, ey Allah Rasulü, bunlar oğurluq eləyən, şərab içən insanlardır. Yəni ki, həm bu günahları eləyirlər, həm də bu ibadət eləyirlər ki, birdən qəbul olmaz. Qorxurlar. Deyir, lə, ya bintə siddiq. Xeyr, siddiqin qızı. Lakin onlar o kəslərdir ki, onlar oruç tuturlar, namaz qılırlar və sədaqə verirlər. Lakin deyir, qorxurlar ki, onlar qəbul olunmaz. Subhanallah. Bu möminlərin sifətidir. Mömin heç vaxt nəfsini təmizə çıxarmağa sevməz. Əksinə deyər ki, vallahi, mən nə qədər ibadət eləsəm də Allaha layiqincə ibadət eləyə bilmərəm. Nə qədər namaz qılsam da Allaha layiqincə namaz qıla bilmərəm. Mələk var, yaradılandan səcdədədir. Qiyamət günü başını qaldıracaqca ki, ya Rəbbi, mən sənə layiqincə ibadət eləyənmədim. Göy üzündə elə bir yer yoxdur ki, orada mələklər ya qiyamda, ya səcdədə, ya yukarında olmasınlar. Bu qədər Allaha ibadət edən qullar var. Biz nə ilə öyünürük? Hə? Nə ilə öyünürük? Sələfin ibadətlərinə baxanda, yəni heç onlarla müqayisə olunası deyil ibadətlərimiz. Yəni vallahi onların ibadətləri çox dəhşətli olub. Onların namazda tutduğu xuşular çox dəhşətli olub olar. Onlar ibadəti həqiqilini anlayıblar, ləzzət alır ibadətdən. Və 10-cu qayda, sonuncu qayda da nəfsi deməli təmizə çıxarmanın qaydası nəfsini tanımaq. Qayda budur, nəfsi tanımaq. Yəni insan öz nəfsini tanımalıdır. Nəfsi nə haldadır? Nəfsi nə haldadır? Və ona diqqət eləməlidir. Onu günahlardan çəkindirməlidir. Ona bəla gətirən əməllərdən uzaq tutmalıdır. Allah Subhanahu taala Quran-ı Kərimdə 3 dənə nəfsi misal çəkib. Bunların biri bizdədir mütləq. Və yaxud da insan gün ərzində bu üçü də insana yapışa bilər. Və yaxud da ikisi də yapışa bilər. Yaxud da ömrünün axırındakı biri qala bilər. Diqqət edin. İndi baxaq hər kəs ki, o hansı nəfs var bizdə? Hal-hazırdakı nəfsimiz hansı nəfsdir? Birinci hansı nəfsdir? İmanla şirinlik tapan, itayətlərdən zövq alan, Quran oxuduğu zaman ləzzət alan, dərslərə qulaq asdığı zaman yorulmayan, Quranı dinlədiyi zaman həzz alan, günah elədiyi zaman günahın qabağını dərhal alan nəfs. Eləmə. Bu birinci nəfsdir, ən üstün nəfs. Allah Subhanahu deyir ki, o nəfs haqqında. Əl-ləzinə əmənu və tatma'innu qulubuhum bi zikrillah. Ələ bi zikrillahi tatma'innul qulub. Əl-ləzinə əmənu. Yəni iman gətirənlər, bunlar iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. O qəlb ki, diridir,
Ölü qəlb Allah'a zikrinə rahatlıq tapa bilmir. Əksinə ölü qəlb sıxıntı içində olur. O insan ki, nə xoşbəxt insandır ki, zikr alınır, ləzzət alır. Zikirsiz darıxır. İtaətsiz darıxır. Bu ən üstün nəfsdir. Hansı nəfsdir? Ən üstün nəfs. Bu nəfs öldüyü zaman, bu cürlə nəfs sahibi öldüyü zaman Allah Subhanahu deyəcək ki: "Ya eyyatuhan nəfsul mutmainnə." Ey arxain olan nəfs. Bax müjdə. Öldüyü zaman müjdə gəlir. İrci'i ilə rabbiki radiyətən mərdiyyə. Razı qalmış və razılıq qazanılmış halda Rəbbinə dön. Çıx gəl. Müjdələndi. Vadxuli cənnəti. Və salih qullarımın, yəni cərgəsinin arasına keç. Cənnətə daxil ol. Cənnətimə daxil ol. Görün, təsəvvürlə ki, bu nəfs artıq ölüm zamanı müjdələnir. Bu nəfsə sahib olmaq lazımdır. İkinci nəfs, əl-ləfsul ləvvamə. Qınanan nəfs, qınayan nəfs. Bu da Qiyamət surəsində gəlir. Hansı ki, bu nəfs ki, insan günah eləyir. Günah elədikdən sonra nəfs ona deyir ki, neynədin? Allahdan qorxmursan. Get tövbə elə. Günahdan sonra qınayır onu. Get tövbə elə. Artıq xataya düşdün. Təqsirini başa düşür və itaətə dönür və tövbəyə qayıdır. Bu ondan bir pillə aşağı olan nəfsdir. Necə ki Allah Subhanahu buyurur ki: "Və la uqsimu bin nafsil lawwamə." Qiyamət surəsində gəlir. And içirəm özünü qınayan nəfsə. Yəni hansı ki, bu nəfs özünü qınayan nəfsdir. Və üçüncü nəfs isə ən-nəfsul əmməratu bis-su. O nəfs ki, yəni insana pisliyə əmr eləyir. Yəni insanı sahibini haramlara sövq eləyir, günahlara sövq eləyir və insanı məcbur eləyir ki, məcbur deməyək, yəni vəsvəsə verir ki, insanı yönəldir ki, haram olan yerlərdə otursun, otur orada, rahatlıq tap. İnsan haramlarla oturur, nəfsi rahatlaşır. Saatlarla kinolara baxır, pis-pis kinolara, pis-pis verilişlərə. Nəfs ona zərrə qədər narahat olmur ki, ay, neynirsən? Rahatdır, nəfsi. Subhanallah, nəfsinin quludur və rəzil əxlaqlara sahibdir həmin nəfs və insanı çəkindirmir. Və bu nəfs isə Allah Subhanahu bu nəfs haqqında buyurur ki, mən özümü təmizə çıxarmıram, Rəbbimin rəhm etdiyi kəs müstəsna olmaqla nəfs insana pis işlər görməyə əmr edir. Və bu da üçüncü nəfsdir. Və bu üç nəfs insanda gün ərzində ola bilər. Ola bilər insan səhər-səhər mutmain bir nəfsdən başlasın. Sonra insan günahlar eləsin, nəfsi çevirsin olsun. Ammaratu bis-su. Başlasın pisliklərini əmr eləməyə. Yəni insan çalışmalı daima nəfsini al-mutmain eləsin, rahatlaşdırsın. Və sonda da Həsən el-Basri rəhməllahın gözəl bir sözünü oxuyaq. Həsən el-Basri rəhməllah buyurur ki, deyir, mömin deyir, öz nəfsinə sahib çıxan insandır. Onu Allah üçün, yəni imtihan eləyən insandır mömin. Nəfsinə sahib çıxır və imtihan edir nəfsini. Mən neynirəm? Bugün neynədim? Onu islah eləyir gün ərzində. Və onu imtihan eləyir, səhəri gün o günahlara qayıtmamaq üçün. Qiyamət günü hesabı asan olacaq, yalnız dünyada öz nəfsini hesablayan insan üçündür qiyamət günü. Əgər qiyamət günü sən istəyirsən ki, imtihanın asan olsun, bu dünyada nəfsi islah eləməyə çalış. Onu başlı-başına buraxma. Onu üstündə işlə. Nəfsi günahlarla baş-başa buraxma. Yalnız deyir, o insan üçün qiyamət günü çətin olacaq ki, o insan nəfsinə fikir verməyib. Nəfs onu istədiyi yerə aparıb. Nəfsə onu istədiyi yerə dartıb. Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizi nəfsimizi islah edən qullarını eləsin. Və Rəbbimizə şükürlər olsun ki, bu kitabı keçib bizə müvəffəq elədi ki, keçib qutaraq. Allahdan istəyirəm ki, bu öyrətdiklərimiz həm özüm üçün, həm də cəmaət üçün faydalı olsun və bizi özümüzü islah edən qullarını eləsin. Düzün Allah bilir və sallallahu alə nəbiyyə Muhammedin və alə alihi və sahbihi əcməin.